Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna bima yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Möhtərəm qardaşlar, kitabı davam etdiririk. Növbəti fəsil Əl-Əniyə. Əniyə qablar. İstifadə etdiyimiz qablar haqqındadır. Ümumən Allah Subhanahu və Teala ayət-i kərimədə buyurur ki, Bəqərə surəsinin 29-cu ayəsində Huvellezî xalaqa lekum mâ fil ardı cemî'a. Yeryüzündə hər şeyi sizin üçün xəlq edib Allah Subhanahu taala. Ancaq burada istisnalar indi gələcək. Hansılar istifadə etmək olar, hansılar olmaz. Birinci fəslimiz İsti'malul aniyə, əz-zəhəb vəl-fidda və qeyrihimə bit-tahara. Qızıl və gümüşdən olan qablar haqqında fəsil başlayır. Buyurur ki, müəllif rahiməhullah, يجوز استعمال جميع الأواني الأكل والشرب وسائر الاستعمال إذا كانت طاهرة مباحة ولو كانت ثمينة لبقائها على الأصل وهو الإباحة. Bütün qablar əsl olaraq istifadə edilməsi icazəlidir. Əgər təmiz olarsa, mübah olarsa, hətta qiymətli olsa belə istifadə edilməsi caizdir. İlla ki istisnalar var. Ma'adə əniyyətü-zəhəbi vəl-fidda. Qızıl və gümüş qablardan başqa. Fəinnəhu yahrumul əklu və şurubu fihimə xassa. Onlarda yemək, içmək haramdır, qadağandır. Allah Resulü sallallahu aleyhi və səlləm Buxaridə və Müslimdə gələn hədisdə buyurur ki, La təşrabu fi əniyyəti-zəhəbi vəl-fidda və la tə'kulu fi sahafihə fəinnəhumə ləhum fid-dünya və ləkum fil-əxirə. Qızıl və gümüş qablarda yeməyin, içməyin və la tə'kulu yeməyin. Fəinnəhə ləhum fid-dünya. Onlar dünyada onlar üçündür. Yəni qeyri-müsəlmanlar üçün və ləkum fil-əxirə. Sizin üçün axirətdədir. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, hədis yenə Buxaridə və Müslimdə gəlir. Hədis Buxaridə və Müslimdə gələndə ən səhih hədis sayılır. Yəni hər tərəfdən güclü hədis sayılır. Bəzən hədis tək Buxaridə gəlir. Bəzən hədis tək Müslimdə gəlir. Bəzən isə hər ikisində gəlir. Hər ikisində gələndə daha güclü olur. Səhihliyi daha güclü olur. Təbii ki, Buxaridə də səhihdir, Müslimdə də səhih hədisdir. Yəni, muttəfəqun aleyhi. Yəni, iki böyük hədis alimi o hədisdə ittifak ediblər. Muttəfəqun aleyhi o deməkdir. İkinci hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-ləzi yəşrabu fi əniyyəti əl-fidda İnnəmə yücərciru batnuhu nəra cəhənnəm. Kim bu qablarda yiyərsə, qiyamət günü od olaraq onlara verirlər. Yəni, qarnında od olaraq qaynayar. Allah qorusun. Fəhədə nassun alə təhrimil əkli və şurbi dunə səiril isti'mal. Bu da dəlildir ki, qızıl və gümüş qablarda su içmək, həmçinin də yemək yemək olmaz. Sonra, möhtərəm qardaşlar, ikinci məsələ, hukmu isti'mal el-ina'ul mudabbəbə bil-zəhəbi vəl-fidda. Mudabbəbə nədir, möhtərəm qardaşlar? Mudabbəbə hansı ki, saxsı qablar olurdu, o vaxtda xüsusi qablar olurdu.
onlar sındığı zaman onları qızılla və gümüşlə lehimləyirdilər. Lehim qoyurdular ki, o nə olsun, su buraxmasın və yaxud da ki, istifadə etməyə davamlı olsun. Həmçinin bu qabların hökmü nədir? Qab özü qızıldan deyil, həmçinin gümüşdən deyil. Sadəcə onu sındığı üçün lehimləyiblər. Səhih olan odur ki, o qablarda da yemək olmaz. Çünki tərkibində qızıl, gümüş olduğu üçün. Üçüncü məsələ, möhtərəm qardaşlar, matliyyə. Matliyyə nədir? Qablar qızıl və gümüş suyuna çəkilərsə, onda hökm necə olur? Bu üçüncü məsələdir, bəli. Qablar qızıl və gümüş suyuna çəkilərsə, onda da möhtərəm qardaşlar, səhih olan odur ki, alimlərin səhih rəyinə görə o qablar da icazəli deyil, yəni istifadə etməyə. Dördüncü məsələ, qablar əgər qızıl suyuna yox, qızıl rənginə boyanılsa, onda hökm necə olur? O da səhih olan alimlərin rəyinə görə o qablarda istifadə etmiyorlar, icazəlidir. Sadəcə rəngidir. Yəni, qızılı rəngidədir. Yəni, qızıldan, gümüşdən tərkibində heç nə yoxdur. Sadəcə gümüş rəngindədir və yaxud qızıl rəngində qabdır. Yəni, səhih olan odur ki, bu qablarda yemək, içmək olar. Sonra möhtərəm qardaşlar, növbəti fəsil, məsələ gəlir, əniyyətul kuffar, kafirlərin qabları, istifadə etdikləri qabları. Hansı ki, bilirik ki, onlar nəcasətlə, yəni içkidir. Quran-ı Kərimdə də buyurulur ki, yəni onların qabları, hansı ki, nəcis olan istifadə etdikləri, nəcislərlə istifadə etdiyi qablar var, ümumi qabları haqqında. Əl-aslu fi əniyyətil kuffar əl-hilm. Əsl olaraq halaldır. İllə izə ulimtə nəcəsətuhə. İlla o bilsən ki, nəcasətə bulaşıb, artıq o icazə edilməsi icazəli deyil. İllə bə'də qaslihə, yolduqdan sonra. Bunun üzərində bir neçə məsələlər var, onları xatırlayaq. Birincisi, möhtərəm qardaşlar, əgər bir kafir, qeyri-müsəlman sənə qab veribsə və ya qab almışsan, bilirsən ki, bu qab səndən öncə heç kim istifadə eləməyib. Bu icazəlidir. Yəni, ümumi olaraq bu icazəlidir. Bu qabları istifadə etmək. İkinci məsələ, sənə qab verilib, onların və yaxud da ki, hansısa bir restoranda, hansısa bir yerdə onların işlənmiş qablardır. Təzə qablar deyil. Təzə qablar bildik ki, icazəlidir. Çünki heç nə bulaşmayıb. Nəcasət bulaşmayıb. Əgər o qablarda istifadə olunubsa və təmizlənilibsə, artıq o da icazəlidir. Əgər təmizlənməyibsə, yəni nəcasətdən istifadə olunubsa, içki ilə və yaxud da ki, hansısa bir haram olunan bir şey istifadə olunubsa və təmizlənməyibsə, o artıq onu istifadə eləmək icazəli deyil, haramdır. Əbi Tha'ləb el-Xuşəni radiyallahu anhudan hədis gəlir ki, qultu ya Rasulallah, dedim ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm, İnnə bi-ardı qavmin əhli kitab. Biz əhli kitabın yaşadığı bir yerdə yaşayırıq. Əfənə'kulu fi əniyyətihim.
biz onların qablarından yemək yeyə bilərikmi? قال لا تأكلوا فيها إلا أن تجدوا غيرها فاغسلوها ثم كلوا منها. Yani umumen yani la ta'kulu fiha yemeyin illa alla tecidu gayraha. Yani başkasını tapmazsanız yuyun thumma kulu fiha. Sonra yiyin. Yani alimler bu hadisten bir neçə faydalar çıxarırlar. Birincisi, heç istifadə olunmuyubsa icazəlidir. Əgər istifadə olunubsa və təmizlənilibsə, yuyulubsa, yenə icazəlidir. İstifadə olunub, harama bulaşıbsa, onda artıq istifadə etmək olmaz. Hətta ki, onu tam təmizləyənə qədər. Çünki dəlillər də var ki, sahabələr istifadə edərdilər, hansı ki hədis gəlib ki, ənəhu thəbətə ənə nəbiyyə sallallahu aleyhi və səlləm və ashabəhu əxədul mə'ə lil-vudu'i fi məzədətil əvanihim kəmə də'a qulamul yəhudi ən-nəbiyyə sallallahu aleyhi və səlləm alə xubzin şə'irin. Yəni, hansı ki müşriklər əhli kitab burada gətirir. Ondan qabaq ki, hədisi xatırlayacağım. Burada əhli kitabdan bir qab verilir və ondan istifadə edirlər. Hansısa bir iş üçün. Təbii ki, təmiz olması şərtdir. Sonra ثبت أن النبي صلى الله عليه وسلم أخذوا الماء للوضوء من مزادة امرأة müşrikə. Hansı ki bir cilddən bir qab var idi, o qabdan götürdülər, hansı müşrikə qadın idi, o qabdan götürüb dəstəmaz aldılar. Burada da ümumi olaraq bildik ki icazəlidir, sadəcə diqqətli olmaq lazım ki, o nəcis olmasın, haram olmasın, harama istifadə olmuş olmasın. İstifadə olsa belə təmizlənməlidir. Tam təmizlənməyindən əmin olduğumuz zaman bəli, istifadə edə bilərik. Sonra, möhtərəm qardaşlar, növbəti fəsil biraz uzundur. Bəlkə onu saxlayaq gələn dərsə inşallah. Hansı ki, dərilərdən, məsələ, heyvanların dərilərindən istifadə etmək, hansılardan olar, hansılardan olmaz, onu gələn fəsildə geniş şəkildə danışarıq. Çünki biraz məsələdə təfsilat var. Bununla inşallah tamamlayaq və keçək suallara inşallah. Sallallahu aleyhi və səlləm alə nəbiyyinə Muhammed.